və məni izləyən valideynlər. Bu sizə ilə birlikdə Riyaziyyat kitabında ümumiləşdirici tapşırıqları keçəcəyik. İndi isə gəlin birə baxın. Ədədləri oxuyun və açıq şəkildə yazın. Bu ədədlər arasında şərtə uyğun ədədləri seçin. Burada ədədlər verilib. Gördüyünüz kimi bunlara aid edəcəyik. Gəlin ilk öncə birinci sualımızı cavablandıraq. Siz artıq bunları bilirsiniz. Gördüğünüz kimi. Sonra isə bu ədədlər arasında şərtə uyğun ədədləri seçin. Cəmi 500-dən kiçik olan ədədlər. Fərqi 40 mindən kiçik olan ədədlər. 6-ya tam bölünən ədədlər. 312-nin 450 ədədinə daha yaxın olan ədəd 10 minliklər mərtəbəsindəki rəqəmdən 2 dəfə böyük ədəd. Gəlin ilk öncə A sualına cavablandıraq. Mən belə qısa şəkildə yazmışam. Siz də sözlə də yaza bilərsiniz. Gördünüz. İndi isə gəlin misal 2-yə baxın. Səhvləri müəyyən edin və bərabərliyin sağ tərəfini düzəldin. 300 minlik, 4 minlik, 5 təklik. Burada 10 minlik olmalıdır. Bəli, burada 10 minlik yazmalıyıq. Qısaldılmış formada. İkincisinə baxaq. 100 minlik, 500 minlik, 10'luk, 2 təklik. Burada biz 500'lük yaza bilmərik. Burada biz 10 minlik. Bəli. 10 minlik yazacağıq. Biraz çaşıran sözlərdə məni bağışlayasınız. Burada isə bərabərliyin sağ tərəfini biz düzəldəcəyik. Yəni səhvləri müəyyən edəcəyik. 5-10 minlik, 2 minlik, 100'lük, 6 təklik. Burada yanlışdır. Çünki burada 52.106 olmalıdır. Buraya gəlin baxın. 700 minlik, 9-10 minlik, 6-10'luk, 3 təklik. Burada da yanlışdır. Əslində doğrudur. Sadəcə bura 1-0'da əlavə etmək lazımdır. Burada belə gördüyünüz kimi. Misal 3 hesablayın. Dostlar, mən bunu yazmayacağım. Çünki artıq siz hesablamayı bilirsiniz. Mənə elə gəlir ki, özünüz hesablaya bilərsiniz. Misal 4'ə baxın. Boş xanalara şərtə uyğun rəqəmləri müəyyən edin. Elə ən böyük rəqəm yazın ki, ədəd 3'ə bölünsün. Burada bizə verilib. Gəlin bunu tapaq. A variantında dostlar burada 171, 1861, 2193 olmalıdır. İkincisinə baxın. Dostlar bunlar çox asandır. Yəni biz bunların hamısını keçmirsiniz. Yəni siz özünüz də mən demədən qabaq özünüz də həll edə bilərsiniz. Yəni bunlar çox asandır. İkincisinə baxın. Elə ən kiçik rəqəm yazın ki, alınan ədəd 6'ya bölünsün. Belə gördünüz kimi. Və üçüncüsü, elə rəqəm yazın ki, alınan ədəd həm 3'ə, həm də 5'ə bölünsün. Üçüncüsündə isə bu olacaq. İndi mən isə bunları sizə başa salmaq istəyirəm. Birinci sualda elə ən böyük rəqəm yazın ki, 3'ə bölünsün. Dostlar, rəqəmlərin cəmi əgər 3'ə bölünən, yəni rəqəmlərin cəmi 3'ə bölünən ədədlər 3'ə bölünür. Yəni bunu hamımız bilirik. Sonra isə elə ən kiçik rəqəm yazın ki, alınan ədəd 6'ya bölünsün. İndi isə eyni zamanda həm 2'yə, həm 3'ə bölünən ədədlər 6'ya da bölünür. Siz yəqin bu qaydaları bilirsiniz. Axıncısında elə rəqəm yazın ki, alınan ədəd həm 3'ə, həm də 5'ə bölünsün. Burada belə də var ki, yəni sonuncu rəqəmi 0 ilə 5
ilə qutaran ədədlər 5-ə bölünür. Yəni biz burada axırı 0-dır. Yəni 5-ə bölünür. Burada 5 əlavə elədik. Bu da 5-ə bölünür. Burada isə 6 əlavə elədik. Yəni axırı 0 ilə 5 ilə qutarırsa bu ədəd 5-ə bölünür. Bayaq da izah eləmişdim. Həm 3-ə bölünməyədir. İndi isə 5-ə keçək. Uyğun ədədləri tapın və müqayisə edin. A variantı. 6-ya tam bölünən ən kiçik 3 rəqəmli ədəd 102-dən böyük, ona tam bölünən ən kiçik ədəd. B-yə baxaq. 430-dan kiçik, 5-ə tam bölünən ən böyük ədəd 420-dən böyük, 3-ə tam bölünən ən kiçik ədəd. Bu da belə olacaq. Mən qısaca yazmışam. Yəni siz də belə yazacaqsınız. 6-ya baxaq. Hesablayın və cavabları inandırıcı olub-olmadığını təqviri hesablamaqla yoxlayın. Dostlar, biz bunu da keçmişik. Yəni mən bilirəm ki, siz özünüz də bunu həll edə bilərsiniz. Amma elə uşaqlar var ki, bölmədə, vurmada biraz çətinliyi olur. Ona görə də bəzilərini biraz sizə başa salmaq istəyirəm. 218 bölünsün 32. Bu misalın yolunu siz bilirsiniz. Mən sadəcə sizə cavabı demək istəyirəm. Cavab 6-dır. Bu cavabı, yəni biz bunu da keçmişik. İnandırıcı olub-olmadığını isə yuvarlaqlaşdırma ilə yoxlayırıq. Ondan sonra digərinə gedək. Bunu başa salmaq. 4980 bölünsün 26. Cavab burada 191 alır. Yəni siz bunun hesablama yolunu bilirsiniz, yəqin. Və burada da belə tapırıq. İsə vurmalara keçək. 63 vurulsun 42. Cavab burada 2646 alırıq və bunu da yuvarlaqlaşdırma yolu ilə tapırıq. Və axırıncısı. Misal 7. Birinci sıradakı qanun uyğunluğu müəyyən edin. İkinci sıradakı qanun uyğunluğu eyni qayda ilə davam etdirin və növbəti 3 ədədi yazın. Burada belə gördüyünüz kimi 120, 180, 240, 300, 360, 312, 372. Onun davamında biz yazacağıq. İndi sizə yazaq. Burada 432, 492 və 552 olacaq. İkincisinə baxaq. 84, 168, 336, 672, 1344 və 108, 216. Burada axırıncısı. 2187, 729, 243, 81, 27. 3645, 1215. Dostlar, bu qədər. Əslində bunun ardı var, amma gələn dərsdə bunun ardına işləyəcəyik. Hələlik sizə dərslerinizdə uğurlar arzu edirəm.